Salam əziz izləyicilər. Deməli, qısa videoda sizi vacib olan AutoCAD-da əməliyyatla tanış edəcəm. O nədir? Deməli, başqa faylda, yəni şəkil fayllarında olan deməli, detalı gətirmək istəyirik. Biz AutoCAD-da o ölçüdə çəkmək istəyirik, deməli, AutoCAD faylında, şablonda. Onun üçün, bax, burada ikinci bölmədə, stavka bölməsində, bax, bu düyməni basırırsınız, əlaqə yaratmaq üçün. Bax, vururuq. Burada öncədən açmışdım bu qovluğu, bax, ona görə də bu gəlir düşür bu qovluğa. Deməli, burada istədiyiniz kompüterdə lazım olan qovluğu tapa bilərsiniz burada. Məndə açılır birbaşa bu. Bu, mən deməli, götürürəm detalı, şəkil formatında. Bax, burada miqyas görsənir. Miqyası görsənir, bu kiçik, həmişə kiçik ölçüdə verir. Əksər hallarda. Burada, bax, görsün, birim, deməli, burada belə durur. Həmişə birim birə, deməli, miqyasında verir. Biz bunu götürəndə burada 2 də eləyə bilirik. 2 dəfə böyüdə bilirik həmin şəkili. Götürürük, burada OK düyməsini basırıq, burada gətirirəm, qoyuram bura. İndi yoxlayırıq, bunun ölçüləri görə uyğun gəlir, yoxsa yox. AutoCAD faylında deməli uyğun gəlir, bu DVG faylında yaxud DVT faylında. Deməli, bax, burada götürürük, buradan ölçürük. Bax, burada 150 mm-də ölçü var, üstündə göstərilir. Amma görək uyğundur ölçümüzə, yoxsa yox. Bax, buradan götürürük, buradan. Adətən uyğun gəlmir. Onu dəyişmək lazımdır. Deməli, bura baxırıq, bax, buradan deyək, bax, bunun ölçündən burasından götürürük, baxırıq. Deməli, görək nə qədər xəta var, 92-dir. Görürsünüz, hələ də böyütmək lazımdır. Ona görə də mən, bax, birinci variantı göstərirəm. Deməli, bunu gətirməliyik biz, bunu böyütməliyik. Ona görə də 150-ni bölməliyik 92,166-ya. Onun üçün, bax, buradan götürəm kalkulyator. Deməli, 150-ni bölürük 92,166 92,66-ya bərabərdir. Deməli, 1,61 88 belə gedir də. İndi mən bunu götürəndə, bunu bura 1,162-yə deməli, böyütməliyik biz. Deməli, bunu mən işarə edirəm belə. Bax, burada, qoy mən bunu təmizləyim bu ikisində. Deməli, bax, burada bunu işarə edirik belə. Sağ düymə ilə, bax, burada birdən götürmür, burada üstündə vurmaq lazım. Götürür, bax, çıxdı. Deməli, bax, buradan götürür, sağ düymə ilə, bax, yenə də olur, mouse'da olur elə şeylər. Bax, burada indi götürdü. Burada miqyası seçirik. Deməli, götürürük hansı nöqtədən, bax, deməli, miqyası gətirmək. Buradan bura, bax, böyürdə götürür, miqyas burada indi seçməliyik. Bax, götürür, bax, buradan belə götürürük. Deməli, mən orada miqyası, burada ya klaviaturada yazıram, deməli, orada 0 tam, oradan, yox, 1 tam yüzdə neçə idi? Bax, yenə yaddan çıxdı, o sil şeylə. Deməli, bax, burada 150-ni bölürük 92,166-ya. Qoy qalsın burada, mən onu tez sildim. 66 bərabərdir. Deməli, 1,162-yə. Deməli, işarə edirəm, bax, belə. Sağ düyməni basıram, miqyas, götürürəm buranı, bu nöqtəni, baza nöqtəsi. Yazıram ora, bax, istiqamət verirəm, böyütürəm. Deməli, yazıram ora 1,62. 62. Onu da deyim ki, burada dil olmalıdır İngilis dilində. Yəni, kompüterin dili olmalıdır İngilis dilində. Yoxsa o vergül başa düşmür, deməli, AutoCAD. Gərək olsun İngilis dilində. Azərbaycan dilində də getmir. Deməli, enter düyməsinə basırıq.
Bu ne deməli böyüdü. Baxırıq bura. Burada görsünüz 150 oldu. Gəldi düşdük 150-yə. Bu birinci deməli metod. İkinci metod. İndi dala qaytarıram bunu. Bunu mən lazım olmur da bu. Bunu mən sileyim, bağlayayım. İndi keçirəm ən qısa yolu. Deməli mən bunu dala qaytarıram. Bax, dala qaytardım. Bir də o ölçü itənə kimi. Bax belə. İndi burada miqyası biz əvvəldən bilmirdik də. Burada bu kiçikdir. Deməli, nə edirik? Çəkirik burada 150 mm uzunluğunda orta olsun ki, düz olsun. 150 enter çıxdıq. Bax, bu 150 mm-dir. Deməli, burada da bizi nətədirlər, həyəcanlandırmır ki, burada nə qədərdir. Biz gətirməliyik 150 mm-ə. Deməli, burada da bunun üstündə xət çəkirik bunun üstündə. Bax, 150 mm. Hardan çəkirik? Xət. Deməli, ölçü, bax, buradan. Böyüt, nə qədər böyütsə, o qədər yaz. Bax, belə. Görsə, bura gəlir. Buradan götürür ortasından. Bəlkə düz, biraz uyğun gəldi. Görsən, bura çıxır. Görsə, burada çıxır. O pikselləndi, ölçülər, ona görə də elə çıxır. Deməli, bax, götürdük burada 96-dır, bax. Bunu götürürəm, bax, buradan 95-96 olsun. Vurdum bura. Deməli, vot qaldı burada, bu deməli, bu ölçü. Burada da, deməli, 150-dir. İndi mən nə edirəm? Götürürəm, bunu miqyasa gətirirəm. İşarə eləyirəm bunu. Bax, belə. Əvvəlcə işarə eləyirəm. Sonra sağ düyməni basıram. Əmələ gəlmədi. Bax, deməli, işarə eləyirik. Sonra sağ düyməni basıram miqyasa. Bax, maştab. Götürürəm, bax, görsünüz, bax, burada yenə də bayaqlarım elədim maştabı. İndi buradan redaktə elimdə bu moduldan istifadə edirik. Deməli, əvvəlcə işarə eləyirik bunu. Sonra sağ düyməni bastıq. Ya da bunu götürürük bu komandanı. Bax, bunu. Bundan işarə eləyirik. Vurduq. Sağ düyməni bastım, sonra götürürəm, bax, burada xət çəkmişəm, bax, bunun birinci başlanğıc nöqtəsindən gətirirəm, bax, bura. Sonra, bax, buradan da bu başlanğıc nöqtəsindən, qutaracaq nöqtəsindən daha doğrusu, son nöqtəsindən gətiririk bura, sağ düyməni basırıq, da, gəldi, düşdü bura ölçüyə. Deməli, indi burada mən ölçünü yoxluyuram. Görək, bu uyğun gəlir, yoxsa yox. Bax, buradan götürdüm, bura 45-dir. Buradan götürürəm təqribən. Bu xəta verməlidir mütləq, amma oxşar verməlidir də. Deməli, baxın, burada 50-dir, bax, 49-dur. Görürsünüz nə qədər xəta verir. Deməli, bax, buradan ən kiçik nöqtəsini götürəndə, bax, burada belə. Buradan bura qədər. Bax, 49 verir. Görürsünüz nə qədər xəta verir. Bu, deməli, düz çəkilməyib. 49 bunu verir, amma 150 onu verməlidir, bax, burada. Bax, buradan 150-dir, bax, görürsünüz. Deməli, bir ölçünü düz verir, o birisi ölçünü, deməli, amma bu 45 olmalıdır bura. İndi gəlin bu ölçünü yoxlayaq, bax, burada 220-dir. Götürür bura, deməli, bu şəkil düzgün qoyulmuyubdur, düz perpendikular şəkildə çəkilməyibdir. Deməli, harasa əyilibdir, ya kağızın üzərindən çəkiblər. Bax, 234-dür. Bax, 220-dir, amma burada 234 göstərir. Baxın, deməli, bu şəkil düz çəkilməyibdir. İndi gəlin bir başqa şəkil gətirək bura. İkincini götürək, o fərqli olmalıdır bundan. Deməli, götürək burada aksonometriya detalı. Bax, gətiririk burada, burada da 2 eləyək, biraz böyüdək. Deməli, burada OK düyməsini basırıq, gətirib qoyuruq bura. İndi gəlin burada başqa cür eləməliyik. Çünki burada aksonometri olduğuna görə paralel ölçülər verilir. Götürürük, bax, buradan çəkirik, bax, bunu. Görək, buradan nə qədər verir. Burada da ortada çıxmalıyıq. Bax, buradan deməli ki, götürdük buradan.
ölçü xəttindən. Bax, bura gətiririk bura. O təqribi bir 43'dür, bax. Deməli, bax, bu xətti çəkdik. Xəttin, deməli, paralel ölçüsünü götürürük, bax, buradan fərqini, bax. 43,82 eləyir. İndi biz burada götürməliyik düz xətti. Yenə bax, belə əvvəlcə ixtiyarı çəkirik. Eləməliyik 30. Enter. Çıxdıq. Mouse'un sağ düyməsindən. Deməli, bu 30'dur. Bunu buna paralel eləməliyik. Onu da parametrizasiyada, bax, burada parametrlərdə. Burada götürüb paralellik. Birinci vururuq, hansı xəttə paralel eləməliyik onu. Sonra vururuq. Deməli, bu xəttə. Bax, bu gördünüz, bax, paralellik gəldi bura. Bu, buna paralel oldu. Əmin olduq. İndi götürürük buradan, qlavurdan, əsas, deməli, pəncərədən. Bax, buradan bunu ölçürük. Görək, əmin olaq ki, bu 30'dur. 30. Deməli, indi nə edirik? Götürürük. Buradan redaktör pəncərəsində, bax, bunun, bax, bu pəncərədə, aşağıdadır, bax, burada vurdun. Bax, bunu götürürük, bu modulu. Götürdük. Əvvəlcə işarə edirik, bax, bunun özünü, şəklin özünü. Vurduq bura. Deməli, bura. Bax, belə. İşarə oldu, bax, belə olmalıdır. Bunun çərçivəsi beləncə işarə olunmalıdır. Sonra sağ düyməsini basırıq. Bu enter düyməsinin, deməli, alternatividir. Vurduq. Buradan, deməli, götürük bir nöqtə. Gətiririk, bax, bura. Sonra, bax, bunu götürürük. İkinci nöqtə, bax, bura. Bu xəttə. Gətiririk. Sağ düymə ilə basırıq. Daha elədik, gəldi, düşdü üstünə. İndi gəlin yoxlayaq. Bax, indi ölçüləri yoxlayaq. Burada paralel ölçüdən istifadə edirik. Bax, buradan götürdük. Bu 30 oldu. Bax, görürsünüz, bu 30. Amma bu birisiləri yoxlayaq. Görək, bu da düz gəlir mi, yoxsa yox? Bax, buradan da götürdük bunu paraleliyə, bu nöqtə ilə. Burada götürmür da. Çünki burada şəkildə axı götürməz. Bax, təqribi götürür. Bax, buranı götürək bura. Bax, bura. Yenə verir. Verməyə verir, bax. Belə gedir də. Düz deməli paralellik yoxdur burada. Deməli, bax, burada vertikalı yoxlayaq. Vertikal burada 60'dır. Bax, görürsünüz, vertikal. Ona görə də götürürük düz xətti, bax, bundan. Düz ölçünü, deməli, vertikal, bax, buradan. Xəta verməlidir, ancaq cüzi xət olmalıdır da, o birisi kimi yox. Bax, burada deməli, ortanı vururuq, gətiririk bura. Gördünüz, 60 tam %21. Deməli, bax, bu düz çəkilibdir bu şəkil. Burada nəyi biz deməli təyin elədik? Burada deməli bu aksanometra detalı görünüşü deməli düzgün çəkilib, uyğun çəkilib ölçülərə, amma bu yox. Görürsünüz? Deməli, bunun nəyin əlamətidir bu? Bunu da şəkillə çəkiblər, ya fotoaparatla qoyublar bunu sayta. Bunu da qoyublar. Ola bilsin ki, bu kağız biraz qatdalanır, eləyir, xəta verir. Amma bu isə düz, deməli, formada, perpendikulyar formada, fotoaparata perpendikulyar, deməli, qaydada çəkildiyindən bu düz ölçü verir. İndi gəlin, bax, burada bunu ölçək, 25'i görək, o da uyğun gəlir, yoxsa yox. Bax, buradan götürürük, bax, böyüdürük. Yəni, bu sərqəli çəkilir, deməli. Bax, bura qədər. Görürsünüz, bax, 25'dir, bax. 25, 110 düzdür. Bu belə verir, amma burada aksanometri olduğuna görə belə getməli. Deməli, 25'dən yüzdə bu. Deməli, bu şəkil düzgün. Bunu təyin elədik ki, bu düzgün çəkilibdir, düz, deməli, oxşar, deməli, ölçülərlə. Amma bu isə fərqli çəkilib. Deməli, bu miqyasa gəlir, iki metodla da yoxladıq. Bu ölçüyə uyğun gəlir, amma bu isə fərqlidir. Bir ölçü uyğun gəlsə də, o birisi uyğun gəlmir. Bax, bunu sizə deməli öyrətmək istəyirdim mən.
tez-tez rastlaşan deməli hadisələrdəndir. Ona görə də mən özümə boş bildim ki, sizi bunu sizinlə tanış edeyim, bunu öyrədim. Sağ olun, yeni video dərslərdə sizinlə görüşmək ümidi ilə salamat qalın.